Gecədən yağan güclü yağış paytaxtda ciddi fəsadlara səbəb olub. Yeraltı tunellərə, körpülərə dolan yağış nəticəsində bir neçə avtomobil suyun altında qalıb. Yollar uzun müddətli tıxaclara düşər olub. Evlərdə köməksiz qalan insanlar Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri tərəfindən sudan çıxarılıb. İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərirlər və birgə tədbirlər həyata keçirirlər. Gecədən küləklə müşahidə olunan yağış paytaxtın bir çox ərazilərində fəsadlara səbəb olub. Güclü yağış avtomobillərə və bir sıra infrastruktura da zərər vurub. Güclü külək paytaxtın müxtəlif ərazilərində ağacları aşırıb, əsasən də iri gövdəli ağacları. Hazırda Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları həm aşmış ağacları ərazidən götürülməsini həyata keçirir. Şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Bugün güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb. Birliyin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib. Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri tərəfindən köməksiz qalan insanlar, avtomobillər sudan çıxarılıb. Hətta bəzi ərazilərdə yağış avtobusların və evlərin içərisinə də dolub. Su basan ərazilərdə suyun çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hərəkətə keçib. Qeyd edək ki, hava şəraitindən asılı olmayaraq şəbəkələr vasitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəci şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış parmaqlıqlarının təmizlənməsi işləri müntəzəm həyata keçirilir. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Normadan artıq yağan güclü yağış paytaxtın müxtəlif ərazilərində yolları keçilməz edib. Nəqliyyatın hərəkətində problemlər yaranıb. Nərimanov rayonunda Heydər Əliyev prospektində Bağırov körpüsü su altında qalıb. Güclü yağış Bağırov körpüsünün altındakı yeraltı keçiddə də təxminən 1 metrdən artıq yağış sularının yığılmasına səbəb olub. Səhər saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin müxtəlif texnikaları və bölmələri tərəfindən yağış sularının çəkilməsi həyata keçirilir. Əraziyə kifayət qədər texnika və qüvvə cəlb olunmuşdur. Hal-hazırda işlər davam etdirilir. Eyni zamanda şəhərin müxtəlif istiqamətlərində də lazım olan yerlərdə zəruri texnika və avadanlıqlar cəlb olunub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi, Mülki Müdafiə Qoşunlarının qüvvə və vasitələri bu işləri fasiləsiz olaraq davam etdirir. Yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün bütün aidiyyatı qurumların texnika və canlı qüvvəsi həmin ərazilərə cəlb olunub. Yollarda böyük sıxlıq yaranıb. Günün ikinci yarısında Heydər Əliyev prospektində Bağırov körpüsü ərazisində tuneldə aparılan su çəkmə əməliyyatı başa çatdırılıb. Prospekt boyu hər iki istiqamətdə nəqliyyatın hərəkətində qoyulan məhdudiyyət aradan qaldırılıb. Sabunçu rayon ərazisindəki tuneldə su basıb. Yağan intensiv yağış nəticəsində tuneli tamamilə su basıb, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Onlar nasos qurğuları vasitəsilə suyu təmizləməyə çalışırlar. Sabunçu keçidi deyilən ərazidə isə deməli 3 istiqamətdə körpünün hər iki istiqaməti və eyni zamanda yuxarısından texnika və avadanlıqların köməkliyi ilə su çəkilib ərazidən kənarlaşdırılır. Lakin yağışın intensivliyinin kəskin dəyişməsi konkret bir tarix deməyə imkan vermir ki, işlər nə zaman başa çatacaq. Məlumat üçün bildirək ki, yağışlı hava şəraiti paytaxt Bakıda və Abşeron yarımadasında sabah günün birinci yarısına kimi davam edəcək. Rəşad Vəkiloğlu, Rəşad Əkbəroğlu, Space xəbər.